sonuncu spikerimizi mən dəvət etmək istəyirəm. Günümüz AI dünyasının ən tələb olunan bacarıqlarından biri də prompt yazma qabiliyyətidir. Mükəmməl yazılmış prompt, mükəmməl süni zəka istifadəsi, bu isə mükəmməl nəticələr deməkdir. Süni intellektin imkanlarından istifadə edərək mükəmməl nəticələr əldə etməyi bacaran Cəfər Nəcəfov bugün prompt sənətinin sirlərini açıqlayacaq. Jafar Najafov, detected. Access granted. Təsəvvür edin, tək bir nəfərsiz, amma 10 nəfərlik komandanın işini görürsünüz. Bu artıq xəyal deyil, bu artıq reallıqdır və bu süni intellektlə mümkündür. Andrew'nun bir dənə qəşəng sözü var, deyir 21-ci əsr elektrik kimidir. Yəni, elektrik necə yarandısa, bütün sahələri dəyişdi, düzdürmü? Və bir inqilab oldu həmin vaxt və hal-hazırki dövr, süni intellekt dövrü yenə eyni şeydir və siz bu inqilabın içindəsiniz, yoxsa hələ də kənardan durub müşahidə edirsiniz. Mən Cəfər Nəcəfov, həm Growth Hackerəm, həm Real agentliyinin rəhbəriyəm, həm influenceram, həm də 3 dənə süni intellekt əsaslı startupın həm təsisçisiyəm və bütün bunları deyə bilərsiniz ki, ay Cəfər, nətər vaxt çatdırırsan, necə bunları eləyirsən? Cavab çox sadədir. Çünki bu gün süper gücü AI ilə işləmək bacarığıdır və hər birimizin əlində süni intellekt var və süni intellekt bir ordu kimidir. Bunu düzgün istifadə edən qazanan olacaq. Və yəni qazancdan söz düşmüşkən necə qazana bilərik? Süni intellektdən qazanmaq istəyən var da yəqin ki burada. Buna çox diqqətli qulaq asın. Çox vacibdir. Bəlkə də 1 il, 2 il sonra yadınıza düşəndə deyəsiniz ki, o vaxtı Cəfər gəldi, bu alətləri dedi, bunun sayəsində qazanclar əldə elədik. Bunu çox diqqətlə qulaq asın. Ən birinci başlamaq istəyirəm AI agentlərdən. Çoxunuz, yəni burada hər kəs bayaqları əl qaldırdılar, ChatGPT-ni hamı bilir. Amma ChatGPT-dən əlavə saysız hesabsız AI alətlər var, hansı ki, yəni ChatGPT-nin 10 qatını eləyir. Yəqin ki, xəbəriniz yoxdur. Məsələn, Manus var. Manusu bilən var burada? Çox azdır. GenSpark'ı bilən var, əlini qaldırsın. Əla. Amma çox azdır. 1%-dir bəlkə də. Bunlar ChatGPT yazırsan, tutalım, yazını verir, şəkili verir. Amma GenSpark'a deyirsən ki, get şəkili yarat. Şəkili yaradandan sonra onu bu musiqini qoy. Sonra onu video halına gətir. Və caption ilə falan hamısının bir yerdə onu verməni haradasa paylaşacağım. Bunu məsələn ChatGPT eləyə bilmir, amma bu AI agentlər eləyir. Və bunlar çox sürətlə gedir. Və N8, N.io, Make.com. Bunları bilən varmı burada? Çox azdır. Bunlar bilirsiniz nə eləyir? Və kod bilməyinizə ehtiyac yoxdur. Şeyləri birləşdirirsiniz, ChatGPT-ni birləşdirdin, Instagramdan ManyChat-ı birləşdirdin. Bu alətləri birləşdirib avtomatlaşdırma eləyə bilirsən. Və bilmirsənsə də nətər eləmək, oranın da özünün ChatGPT kimi bir dənə chatbotu var. Deyirsən ki, mən bunu qurmaq istəyirəm, həll edir. Hətta indi nə olur? ChatGPT yazırsan ki, mən avtomatlaşdırma qurmaq istəyirəm. N8, N.io-nun üzərində. Sənə hazır kodu verir ki, bu formada yüklə N8-ə. Bunlar çox faydalıdır. Yaxşı olar ki, şəkillərini çəkəsiniz. Həyat dəyişən alətlərdir bunlar. Mənim özümün də N8 ayağıyla düzəltdiyim agentim var. Telegramdadır və bir dənə yazıram Telegramda, səs göndərirəm ki, tutalım, filan kəsə bir dənə e-mail göndər. Nə bilim, bu tədbirim var məsələn, deyirəm ki, filan vaxtı mənim yadıma sal, filan şey eləyim. Bütün hər şeyi, elə bir personal şəxsi assistentindir, sənin üçün hər bir şey eləyir. Və sizlərə də hədiyyəm var. Bunu skan eləsəz,
Burada həmin agentin şablonu var, hazır. Götürürsüz, yüklüyürsüz, çox rahatlıqla orada öz e-mailinizi falan qeyd edirsiniz, öz telegramınızı inteqrasiya edirsiniz, çox rahatdır. Eyni AI assistent sizdə olur. Yəni belə bir şeyin dəyəri 10 minlərlə dollardır. Çox uzun vaxt aparır belə bir şey hazırlamağa və bu sizə hədiyyəmdir. Həmin linkdə bütün danışdığım, verdiyim bütün alətlər hamısı orada yer alır. Bu yaxınlarda AI işləsin, sən qazanc icması quracağam, bir kurs kimi quracağam. Orada indidən e-mailinizi yazıb abunə ola bilərsiniz və bizim orada bir newsletterimiz var, ona da abunə ola bilərsiniz. Əlavə ikinci, bu da çox vacib məsələdir, bunu da qeyd eləyin. Bolt New-nu burada bilən var idi? Yox. Bolt New zaman dəyişib, yəni əvvəllər sayt yaratmaq üçün gedirdin, kiməsə pul verirdin, sayt yaradırdın və ya özün onu bilməliydin. İndi bura daxil olursan, bu Bolt New. Elə bir ChatGPT deyirsən ki, mənə, məsələn, klinika üçün filan formada bir dənə sayt yarat. Saniyələr içərisində başı kodları yazır, 2 dəqiqənin içərisində saytı hazır edir. Və mən məsələn bu bayaqları sizin skan elədiyiniz saytı, baxın yazmışam orada, sadə və müasir dizaynlı açıq səhifəsi yarat. Orada bunu yazarsan, bunu yazarsan, bunu yazarsan. Onları yazdım 2 saniyənin içərisində, bax preview göstərdi ki, budur. Sonra orada yuxarıda deploy düyməsi var. Basırsan sayt hazır. Görün siz bundan necə pul qazana bilərsiniz. 200 manata, 300 manata, yəni bazarda ən ucuz qiymətə sayt təklif edə bilərsiniz istənilən adama. Vacib deyil kodu biləsiniz. Adam müştəri sizə deyir ki, bunun burasını dəyiş yaxşı deyil. Ona yazırsan ki, bir dənə orasını dəyiş yaxşı deyil. Görün nəyə öyrəndiniz. Görün bundan nələri eləyə bilərsiniz. Heç bir mənfisi yoxdur. Yəni nə mənfisi ola bilər ki? Sizə sadəcə pul qazandıracaq bu. Düzəldin, satın. Satışı avtomatlaşdırmaq. Lemlist Instantly AI. Bunlardan hər hansı birini bilən varmı burada? Bir neçə nəfər bilir. Bunlar, yəni bunu bilsəz, bunlar nələr iş görür? Bir nəfər gəlmişdi mənim konsultasiyama. Adamın 4-5 nəfərlik satış komandası var, deyir, şey eləyirik. Yəni satış əldə eləməkdən ötürü gedirlər LinkedIn-də adamlara yazırlar, e-mail göndərirlər minlərlə. Və bunu hamı o 4-5 nəfərlik komanda manual eləyir. Dedim ki, belə bir alət var, Lemlist. Onunla o avtomatlaşdırmanı qurursan 2 dəqiqə. Öz Gmail-i qoşdun, deyirsən ki, bunu yaz. ChatGPT ilə follow-up'lar, e-mailləri yazırsan. E-mail yazır, adam cavab vermədi LinkedIn-də, əlavə yazır, 2 gün sonra yazır ki, bunu elə. Xatırlatma. Sənin yeri elə bil ordudur, işləyir, gedir müştəriləri tapır. Sənə investor lazımdır, gedir investor tapır. Sənə nəsə məlumat çatdırmaq lazımdır, botları qoşdun, getdi onları elədi. Çox önəmli alətdir. Bunu şeydə də əlavə eləmişəm. O bayaq skan elədiyinizin içində hamısı var, narahat olmayın. AI ilə kontent yaradıb sata bilərsiniz. Bunu mən məsələn keçən illəri sadəcə elə belə test edirdim ki, görüm həqiqətən bu işləyir, işləmir. İşləmədiyim şeyi çünki sizinlə bölüşmürəm. ChatGPT-yə yazırdım ki, tutam, vacib bir promptları hazırla. Sonra dizaynlar falan belə bir şeylər hazırlayırdım, yerləşdirdim Qamuroda. Nəticəyə baxın, satışlardır. Başlayıb yanvar ayından elə belə bir-iki dənə belə produkt atmışam ki, görüm bu satılar satılmaz. Hal-hazırda günə, yəni aya heç nə eləməmişəm, bir neçə dənə məhsullar yükləmişəm. Minimum 500-600 dollar net gəlir gətirir. Yəni əlvaqdan qaraya vurmursan, özü heç nə eləməsən davamlı olaraq art-arta gedəcək. Sadəcə kursları falan onları artırmaq lazımdır. Bunu da eləyə bilərsiniz. Saytın adı Gumroad'dur. ChatGPT ilə o kontenti hazırlayırsınız, qoyursunuz satışa. Bilmirsinizsə YouTube-da bununla bağlı izahlar sahici hesabsızdır. Mütləq, yəni bunu da test edin. Reklam eləmək üçün də Twitter, LinkedIn, hər yerdə paylaşa bilərsiniz. Zaten özü Gumroad trafiki var, satış göndərəcək. Əlavə də freelancer gəlir eləyə bilərsiniz. Bayaq öyrətdiyim kimi, Bolt'un üzərindən, Drupal, bu saytlarla saytı yaradırsan, girdin Upwork-a, Fiverr-a, xidmət kimi satırsan. Da müştəri axtarmağa ehtiyac yoxdur. Əlavə Lemlist-i qoşdunuz, Fiverr-da, Upwork-da satdınız. Bu qədər çox rahat. İndi deyə bilərsiniz ki, ay Cəfər, bu alətlərin hamısı biri, nə bilim, 20 dollardır, biri 40 dollardır. Yəni, əməlli xərcdir, amma bu əgər sizə vaxt qazandırırsa, işinizin keyfiyyətini artırırsa, sizə gəlir gətirirsə, bu investisiyadır. Bunu eləmək lazımdır. Adamlar var, əlində deyir, 5000'im var, bunu neyiniyim? 5000'im var, bu alətlərə qoşul. Yəni, süni intellekt dövrüdür. Hər şey süni intellektdən
avtomatlaşdırıb rahat iş görə bilərsən. Bu Chapel da bizim startapdır. Bunu da yaradanda fikirləşdik ki, insanlar hər birinə 20, 30, 40, 50 bu qədər pullar verirlər. Nə edə bilərik ki, insanlar bir alətdən hamısını istifadə eləsin, amma az ödəniş versin. Və biz o alətin içərisində onlara lazım olan digər inteqrasiyaları da eləyək və davamlı olaraq da eləyirik. Sosial medianı avtomatlaşdırmaq olur, ChatGPT onun içərisindədir, DeepSeek onun içərisindədir. Hamısı inteqrasiya eləmişik və davamlı olaraq artırıq. Bu da ödənişlidir, amma bugünkü tədbirə özəl, sadəcə bu gün 90% endirim, GSMF kodunu sadəcə qeydiyyat eləyib alanda 90% endirim olacaq sizə. Sağ ol. Və bizim Nextool newsletterımız var. Bu nədir? Həftədə 2 dəfə, bunu bir skan eləməyəndə eləsin. Həftədə 2 dəfə, bəzən 3 dəfə deyək ki, ChatGPT 5 çıxdı. Dərhal biz onu belə rahat oxunacaq formada sizin e-mailinizi göndəririk ki, ChatGPT 5 çıxdı, niyə bunu istifadə eləməlisiniz? Hamısı newsletterin içərisində. Tutam təzəlikcən Canva-ya AI gəldi. Yəqin ki, bilirsiniz, düzdürmü? Həmin o gəldiyi anda biz newsletter göndəririk ki, insanlar xəbərdar olsun ki, süni intellekt aləmində nələr dəyişir. Süni intellektdən qorxmaq lazımdır, başlamaq lazımdır. Zaman artıq inqilabdır. İnternet necə yarandısa, internet yarananda İlk Yahoo-nu eləyən kim idisə, Google-u, Amazon-u eləyən kim idisə, hal-hazırda həmin adamlar, həmin şirkətlər milyardlıq şirkətlərdir. Və indi həmin inqilabda, həmin dövrdür və biz full fokus olmalıyıq süni intellektdə. Süni intellektdən nələrsə eləməliyik. Yəni, dövr bu dövrdür. Ona görə qoyun AI işləsin, siz də qazanın. Sağ olun. Təşəkkürlər dinlədiyiniz üçün.